Nə etsəm də alınmır. Evladım sözümü dinləmir. Hətta mənə səsini yüksəldir. Necə edim? Ən çətin budur. Uşaq artıq təkcə dinləmir yox, qarşı çıxır. Amma burada bir həqiqət var. Uşaq ilk olaraq sözə yox, davranışa tabi olur. Əgər evdə səs yüksəlirsə, uşaq onu öyrənir. Əgər sözlər çox, amma diqqət azdırsa, uşaq qulaq asmır. Çünki o, sənin dediyini yox, gördüyünü təkrarlayır. Bir çox valideyn səhvən nə edir? Uşaq səsini qaldıranda, o da səsini qaldırır. Beləliklə, ev kimin səsi daha ucadır yarışına çevrilir. Amma tərbiyə səs ilə yox, sabitliklə qurulur. Sən əvvəl sakit qalmağı bacarmalısan. Qaydalar az, amma qəti olmalıdır. Uşaq bilməlidir ki, sərhəd var və bu sərhəd dəyişmir. Ən vacibi isə budur. Uşaq səni yalnız qorxduğu üçün yox, hörmət etdiyi üçün dinləməlidir. Hörmət isə bir gündə yaranmır. O, davranış, ədalət və səbr ilə qurulur.